Məncə də təhsil... Hə, cəsarət, bəli. Deyirəm ki, çiçək, tac, xanıma aid nəsə yox da orada. Salam. Hə, takip, ekran tıkı. Əlbəttə ki, ay gün hər yerdə keçir. Ay, sağ ol, bu başqa məsələ. Yenə qəşəngdir. Bu başqa məsələ. Yeganə insanlık işini dağıtırdan. Mən də deyirəm, Bakıda niyə külək qalxıb, dağıdır buraları. Yenə gəldik bura. Pantenol vur ayaqlarıma. Ya da allergiya dərmanı içdə. Allergiyanın tabletka ketaçifen idi, nə idi allergiya üçün. Ondan iç ya da D ilə başlayır biri qızlar. Ona görə niyə qaşıyırsan ki? Qaşıma. Qaşıntı dedim, başım qaşındı. Belə eləyəndə düşmür, nə zordur. Qırmızı çox sayılı səpkilər, diazəliyən çıxıb. Sən xeyriyə canlı açmırsan, o nə deməkdir? Diktametazon, xlorgeksin də silirəm hələ ki. Dermatologla danış. Görsünüz, lazerə gedirik bir vay, getmirik başqa vay. Salam, yaxşısınız, necəsiz? Ayrılırsan hamısı. Neyirəm ki qızlara? Deyirəm, oxuyun, təhsil alın, işləyin, karyera qurun, sevgilidir, ərdir, oğlandır, hər yerdə, həmişə var. Neçə yaş verirəm? Hər yerdə həmişə var. Neyisiz kişini? Neyisiz deyəndə Allah xoşbəxt eləsin, ailələr var, evlənmək kişi lazımdır. Amma vaxtı gələndə 22, 23, 24, 25 yaşında neyinirsən? Bir oxu elə 25-26. Çox sağ ol. Valla yalan danışmıram. Çox istəyirəm qızları, onun üçün də deyirəm. Lazım deyil, valla. Onların xətri mənim üçün əzizdir, ona görə. İstəyəndə də qızlar, bilirəm, qadınlar ürəyinlə sevir. Çalışın ki, ürəyinizlə sevməyəsiniz. Nə var, qəsdimə dur, qəsdən eləyirik. Və görürsünüz kişiləri qəsdən insanı əsirləşdirmək istəyirlər, qəsdən cırnadırlar, qəsdən dəliləmək istəyirlər. Görürsünüz, adamın psikası pozulur onda. Təsəvvür edin ki, yoldaşınız evlənirsiniz, o sizi dəli eləmək istəyir. Nə deyirsiniz, əksinə edir, nə edərsiniz? Hazırsan? Hə, bir dənə əynimi geyinəcəm, 5-in yarısı çıxacam. Tenimi göstərim, o biri tahtada aşkım. Ataram sənə, özgüvənli deyirlər, hə. Qəti qızlarda əsəb eləmək yoxdur ki. Siz oğlanlarda göy əsəb eləmək yoxdur. Allah ki, sizdə də var. Qəsdən istədiyi paltarı giyməyə qoymursunuz, istədiyi yerə gitməyə qoymursunuz, padrokalarının əlaqələrini kəsirsiniz. Deyirsiniz, mənə dostlarımın yanında görüntülü yığma, tez-tez zəng eləmə, başımı xarab eləmə, tez-tez pul istəmə. Sonra istədiyim yeməyi pişir, istədiyim paltarı istədiyim vaxt hazır elə. Hər şey sizdir. Biz yetim nə deyirik ki? Şıqlamın konsileri qəşəngdir. Elə biz yalnız, elə bir yalnızlar, elə də. Ta ki seni görənə qədər. Mən qızların əsəbini saysam canlı donacaq. Görürəm buradan yağmur. Bizdə də var ya əsəbləşdirəcək şeylər, amma o qədər də deyil də. Liner misfidir. Saç kraskasını bilmirəm ki, keratindən sonra açılıb aşkım saçım. İstəyirəm ki, saçımın qabağına qaynaq eləyim qızlar. Ancaq qabağına, başqa iç arasına. Ancaq bu hissə. Bu bura. Salam. Bu tərəfində. Mən də istəyirəm bu tərəfdə qalsın. Neyiniyəm? Bu bura gedir.
Necəsən? Yaxşısan? Necəsiz?